Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the correct variant, düzgün variantı seçin. What can you tell me about it? I want to give some information and pieces of advice. Variantları nəzərə salsaq, birinci nöqtələrin yerinə else və more verilmişdir. Else zərfindən əvvəl what, who, where, anyone, someone kimi əvəzlər işlənir və onların mənasını tamamlayır. Özündən sonra isə heç vaxt isim gəlməz. What more ifadəsi isə yoxdur, düzgün deyil. B və Y variantlarını çıxırıq. İkinci nöqtələrdən sonra göründüyü kimi information isim gəlmişdir. Else zərfindən sonra isim gəlməz, ona görə D variantını çıxırıq. Üçüncü nöqtələrdən sonra da PC ismi gəlmişdir. Else zərfindən sonra qeyd etdiyimiz kimi isim gəlməz, ona görə A variantını çıxırıq. Düzgün cavab C variantı. A few quantifier özündən sonra həmişə sayıla bilən cəm ismi tələb edir. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MIQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmanı istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha geniş dərs və test izahlarına baxmaq istəyirsinizsə, kanalın biosundakı YouTube linkindən keçid edə bilərsiniz.